uşaqlar. Deməli, biz bugün 9-cu sinif buraxılış imtahanı, yəni buraxılış sınağı 1 ilə qarşınızdayıq. 31-ci sualda ədədlərdən neçə cütü qarşılıqlı sadə ədəddir soruşur. Birinci başlayırıq 6-dan. 6 ilə 8-i götürə bilməliyik, 6 ilə 9-u götürə bilməliyik, 6 ilə 11-i götürdük. 6 ilə 12-ni götürə bilməliyik, 6 ilə 15 də olmaz, çünki ortaq bölənləri var. Keçirik 8-ə. 8 ilə 9-u götürdük. 8 ilə 11-i də götürdük. 8 ilə 12, 8 ilə 15. 8 ilə 12 olmaz, amma 8 ilə 15-i götürə bilərik. Keçirik 9-a. 9 ilə 11-i götürürük, amma 9, 12 və 9, 15-in ortaq vuruqları var. Keçirik 11-ə. 11 ilə 12-ni götürdük. 11 ilə 15-i də götürdük. 12 ilə 15-i götürə bilmərəm. Cavabımız oldu 7. Bu ifadənin 4-ə bölünməsindən alınan qalıq. 4-ə bölünmə qaydası son 2 rəqəmdir. 66-nın 4-ə bölünməsindən alınan qalıq 2-dir. 47-nin 4-ə bölünməsindən alınan qalıq 3-dür. 6 alınır. 6-nı 4-ə böldükdə 1, qalıq da 2. A variantı. Bu ifadəni hesablamaq üçün, baxın, dövrə qədərkilərin sayı və dövrdəkilərin sayı etibarı ilə eynidir. Ona görə biz bunları elə yazıldığı kimi toplayırıq. Baxın, sondan başlasaq, 4, 4, 0, 8 eləyir. 7, 0, 1, yenə 8 eləyir. Dövrə qədərkilər də yenə 8 eləyir. Bu belə bizə 0-dan dövrə qədər 8-i verir. Yəni B variantı. Bir düz xətt üzərində 9 nöqtə qeyd olunub, şüaların sayını soruşur. Şüalar 2n'dir. 2 vurulsun 9, 18. Bu ifadənin sadə vuruqlarının sayıdır. 16 sadə ədəd deyil. 16-nı 2 üstü 4 kimi göstərilir. 7 üstü n. Sadə vuruqları 4 üstə gəl n'dir. 6-ya bərabərdir. Deməli n olur 2. Ardıcıl 3 tək ədədin cəmi. Tək ədədlər bir-birindən 2 vahid fərqlənir. X plus 2 və x plus 4 olaraq ədədləri götürüb 99-a bərabər edirik. Buradan 3x üstə gəl 6 bərabərdir 99, 3x bərabərdir 93, x bərabərdir 31. Bu birinci ədəddir. Amma bu ədədlərdən böyüyünü soruşur deyə. 31-in üstünə 4 gəlirik, cavab olur 35. B variantı. 2 ardıcıl natural ədədinin əbob və əkoblarının cəmi 211. 2 ardıcıl natural ədədlər qarşılıqlı sadə ədədlərdir. Ona görə onların əbobu 1 olur. Əkobu onların hasili. Yəni n vurulsun n plus 1. Və bunların cəmi 211 olduğuna görə n vurulsun n plus 1 210-a bərabərdir. Burada n bərabər olur 14-ə. Çünki 14-ə 15-ə vuranda 210 edir. Daha sonra baxaq. Kəsilərdən neçəsinin sonlu onluq kəsir şəklinə. Sonlu onluq olması üçün məxrəci 2 və 5-lərdən təşkil olunmalıdır. 24 vurur 5 deməkdir. 4, 2 vurur 2 deməkdir, götürdük. 12-nin tərkibində 3 var, götürmürük. 15-in tərkibində 3 var, götürmürük. 48-də 15 ixtisar gedir. 16-da 5 qalır. 16-da 2-lərdən ibarətdir, onu da götürürük. Amma 48-dən 19 burada ixtisar getmir və 48-in tərkibində 3 var, götürmürük. Deməli, 2 dənə. 39-da gördüyünüz bu bucaqlar, yəni ABC və MNK bucaqları uyğun tərəfləri paralel olan eyni adlı bucaqlar olduğuna görə dərəcə ölçüləri bir-birinə bərabərdir. Bir boru hovuzu 2 saata, digəri 8 saata doldurur. Hər ikisi doldururdursa toplayırdıq və sadəcə 1 saat işləyirlər. 2-də 1 üstə gəl 8-də 1 bərabərdir 8-də 4-ə vururuq. 4 plus 1, 5. Bu dolan hissədir. Dolmamış hissəni tapmaq üçün 1,8-də 5 çıxırıq, qalır 8-də 3. A və B çoxluqları ilə uyğun olaraq x və y ədədlərinin sadə vuruqları. Yəni bunun yerində x, bunun yerində y olmalıydı. Əbobunu soruşursa, ortaq vuruqların hasili olur. Əbobonsuz da ortaq vuruqların hasilidir. 2 vurulsun, 3 vurulsun, 5 bizə verir 30'u. D variantı. 42. N'in neçə natural qiymətində? Bu tipli ifadələrdə hər birini ayrı-ayrılıqda məxrəcə bölürük. N kvadratı n'ə böldük n, 4n'ı n'ə böldüm 4, üstə gəl 15 bölünsün n.
N-in neçə natural qiymətdə ifadənin qiymətdə natural olar? Deməli, burada n 15-in bölənləri olmalıdır. 1, 3, 5, 15. 4 dənə B variantı. Bu ədəd 9-a tam bölünürsə, 9-a tam bölünürsə, bu 3 olanda A üstəgəl B 6 ola bilər. AB ədədinin 9-a bölünməsindən alınan qalıq yenə 6 olacaq burada. Çünki 9-a bölünməsindən 6 9-a bölünmür, 0 dəfə düşür, qalıq 6 qalır. Düz xətt üzərində 6 nöqtə qeyd olunub, alınan şüaların sayı 6 vurulsun 2. Çünki düsturumuz nə idi? 2n, 12. Baxırıq 45-ə. 25-151 aralığında yerləşən bütün 3-ə bölünən tam ədədlərinin sayını deyək tapın. 25-dən sonra ədədimiz gəlir 27, 3-ə bölünən. 151-dən əvvəl də gəlir 150. Aralığın uc nöqtələri, yəni uclardakı ədədlər 3-ə bölünən ədədlər olmalıdır. İndi isə 150-dən çıxıram 27-ni 3-ə bölürəm. Çünki 3-ə tam bölünən ədədlərin sayını üstünə 1 gəlirəm. Çünki parçanın başlanğıc və son nöqtələri, yəni 27 və 150 daxildir. 150-dən 27 çıxanda 123, 3-ə bölüb üstünə 1 gələndə 41 plus 1 cavab olur 42 Y variantı. Qonşu bucaqların tən bölənləri arasındakı bucaq. Bu bir mənalı olaraq qaydadır. Qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcədir. Qarşılıqlı bucaqlarda 180. Əyani şəkildə də göstəririk. 90 dərəcə olur. Aha. Bu tipli qaydalarda demişik ki, məxrəcdə birincinin birinci vuruğu vurulsun sonuncunun sonuncu vuruğu. Surətdə də surətdəkilərin cəmi 4 dənə 2 var. 4-lər gedir, 2 ilə 8 gedir, burada 4 qalır, burada 1. Cavabı kodlaşdırmalı sual olduğuna görə bunu onluq kəsə çevirib 0,25 yazırıq. Bu cəminin 9 misli. Baxın, 3də 1-i biz məxrəci 1 vurulsun 3 kimi göstəririk. Üstəgəl. 15-i 3 vurulsun 5 kimi. 35-i 5 vurulsun 7 kimi. 63-ü də 7 vurulsun 9 kimi. Məxrəcdəki birinci vuruq vurulsun sonuncu vuruq. Və yenə surətləri toplayırıq. 4 dənə 1. Cəb olur 9-da 4, amma deyir bu cəmin 9 mislini tap. 9-da 4 vurulsun 9, ixtisar qalır 4. 49. Bucağa qonşu olan bucaqların cəmi. Bucağa qonşu olan bucaqlar bir-birinə bərabər olur. Yəni 250-ni bölürsünüz 2-yə 125. Qonşusu 125 olan bucağı tapmaq üçün 180-dən 125-i çıxırıq. Qalır 55 dərəcə. Bu ifadənin ən kiçik qiymətini. AB üstü xəttin asılışı 10A üstəgəl B-dir. BC üstü xəttin asılışı 10B üstəgəl C-dir. CA üstü xəttin asılışı 10C üstəgəl A-dır. Toplayanda 11A üstəgəl 11B üstəgəl 11C bərabərdir. 11 vurulsun, içəridə A plus B plus C. İfadənin ən kiçik qiymətini tapmaq üçün ABC-nin yerinə 1, 2, 3 yazırıq. Yəni 11 vurulsun 6 və qiymət olur 66. Bu ifadədə birinci açaq. 10A üstəgəl B bərabərdir A üstəgəl 2B. Yəni 9A bərabərdir 1 dənə B-yə A olur 1, B olur 9. AB olur 19. 1'e gedir C. İkinci. 10A üstəgəl B bərabərdir A üstəgəl 3B. A'lar bir tərəfə, B'lər bir tərəfə 9A bərabərdir 2B. A olur 2, B olur 9. AB üstü xətt olur 29. 2'ye gedir A. Üçüncü. 10A üstəgəl B. A üstəgəl 4B'yə bərabərdir. Yəni 9A bərabərdir 3B. 3'ə ixtisar gedir. 3A bərabərdir 1 dənə B qalır. İndi burada A 1K kimi götürək. B-ni 3K. Yəni A B-dən 3 dəfə fərqlənir. Baxın, həm B ola bilər, həm D ola bilər.
İçə də gedir B-dir. Baxırıq 52-ci suala. 52-ci sualda alfa və beta bucaqları daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Beta'dan yeni 2 alfa yazsam. Daha doğrusu 2 alfa bərabər 180 dərəcə. 3 alfa bərabər 180 dərəcə. Alfa bərabər 60 dərəcə. Bu zaman beta bərabər 120 dərəcə. 53. Bir ədədin 7-də 5 hissəsinin üzərinə 5 əlavə etsək. Tutaq ki, ədədimiz x-dir. 7-də 5x üstə gəl 5 bərabərdir ədədin özünə x-ə. Buradan 5 bərabərdir. X-dən 7-də 5x-i çıxanda alınır 7-də 2x. X-i tapmaq üçün 5-i 7-də 2-yə bölürük. Yəni 2-də 7-yə vururuq. 35 bölünsün 2 olur 17,5. A-nın deyir hansı qiyməti bu ədədi 9-a bölünür. Rəqəmlərinin cəmi 9-a bölünməlidir ki, bu da 9-a bölünsün. Onda 2A üstə gəl 6. Gəlin baxaq. 2A üstə gəl 6-nın 9-a bölməsini istəyir. Mən bunu 9-a bərabər eləsəm, 2A bərabər 3 anlar A olar 1/5 yerinə qoya bilmərəm. Deməli 9-dan sonra nə var? 18. 18 yazsam 2A bərabər 12, A bərabər 6 olar. 55 və son sual. Baxın, bura 50-dirsə, burada 50-dir. Buranı verib 50, bura alfa. Ora 50-dirsə, burada 50-dir. Çünki burada Z qaydası var. Digər tərəfdən indi bunun da qonşusu olacaq 130 dərəcə. Buradakı ümumi bucaq da 130 dərəcə olmalıdır. Baxın, burada da bir Z qaydası var. Bura betadırsa, bura da betadır. Onda alfa plus beta bərabər olacaq 50-nin qonşusu 130 dərəcə. Bu qədər. Hər birinizə uğurlar. Əgər video sizə faydalı olduysa, kanala abunə olub digər videoları da izləməyi unutmayın.